Hər səhəriniz xeyir olsun. Hər şənbə olduğu kimi bugün də bax Novruz ab-havasında olan şənbə səhərində böyük təntənə yaşayacağıq, böyük çalçağır yaşayacağıq. Çünki çox görkəmli, dəyərli bir sənətkarımızın ad gününü sizinlə bir yerdə qeyd eləyəcəyik. Bəli, bir sözlə sanmıram ki, həmin sənətkarı tanımayan olsun. Çünki hər oynadığı obrazla bütün ürəklərə yol tapıb. Bəli, bugün xalq artisti, prezident təqaüdçüsü Valeh Kərimovun ad gününü qeyd eləyəcəyik. Valeh müəllim, buyurun. Buyurun bura, sabahınız xeyir olsun. Sağ olun. Az gününüzlə mübarək. Buyurun, tamaşaçılarımızı salamlayaq, amma öz yerinizdə dayanın, mən də elə öz yerimdə. Buradan elə başlayaq. Mən hamını salamlayıram. Bu günləri Novruz ərəfəsində, bu gözəl Azərbaycan xalqının bu gözəl bayram ərəfəsində hamını salamlayıram, hamının bayramını təbrik edirəm. Sizin bayramınızı təbrik edirəm. Bu bayramda onların hamısına mən nə arzu edə bilərəm ki? Xoşbaxtlıq, xoşbaxtlıq. Əla, təşəkkürlər və həqiqətən böyük təntənə ilə başladıq. Elə yeri gəlmişkən bu təntənəni ilk olaraq yaratdığına görə mən Mehriban Dostlar ansamblına dərin təşəkkürlərimi bildirirəm və təbii ki, başda ansamblın bədii rəhbəri Anar Neftullayev, Mahir Qarmon ifaçı təşəkkürlər deyirik və 70 illik bir ömür Valeh müəllim və bu ömürdə təbii ki, çox hissəsi sənətə aiddir. Bəli. Bugün 70 illik ömür nə deyir Valeh müəllim? 70 illik ömür deyir, ürək deyir, yaşa hələ. Ömür deyir, qocalmışam, ürək deyir, yaşa hələ. Yəni bu 70 il necə gəldi, getdi? Valla indi belə ümumi söz olsa da, amma doğrudan bilinmir. İnsan bir də gözünü açır ki, 70 il gəlir, 80 il gəlir. Amma 70 ildə sən ürəyin istəyən sənətdə yaşamısan, işləmisənsə, ürəyin istəyən sənətlə məşğul olmusansa, deməli o ömür yaxşı keçir. Və Valeh müəllim səhər tezdəndən artıq 9-a işləyir, maşallah olsun, bütün qonaqlar buradadılar və istəyirəm o qonaqlardan yavaş-yavaş, aram-aram dəvət eləyim. Bu məqamda istəyirəm xalq artisti, elə səhər tezdəndən ən birinci gələnlərdəndir. Yasin müəllim Qarayev buradadır, alqışlarla dəvət eləyək Yasin müəllimi. Və təbii ki, Yasin müəllimlə bərabər Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq müəllim Sadıqov da buradadır. Buyursun, Rafiq müəllim, xoş gördük sizi. İcazə versiniz elə bir kəlmə deyim. Buyurun, əlbəttə. Valeh müəllim sənətin seyrini və sehrini bilən adamdır. Biz fəxr edirik ki, Valeh müəllim bizim İncəsənət Universitetində dərs deyir. Onun hər gəlişi bizim sevincimizdir. Mən bir cəhətdə də deyim ki, Valeh müəllim pedaqoq kimi artıq püxtələşmiş bir pedaqoqdur. Mən onu alqışlayıram, can sağlığı arzulayıram. Təşəkkürlər, çox sağ olun. Yasin müəllim, sizə eşidir. Çox sağ olun. Bir şey mən sizə xatırladım ki, yaxşı dostdur Valeh həm də. Yaxşı, dəyanətli dostdur. Və neçə illərdir biz bunu ilə həmən o dostluğu davam elətdiririk. Orada tortun üstündə mən 70 rəqəmi. 9 rəqəmimiz var. Onun 7-sini əldə eləmişsən. Qalır ikisi. Nə var ki? Əla, əla. Təşəkkürlər və bura çox dəyərli bir sənətkarı dəvət eləmək istəyirəm. Respublikanın əməkdar artisti Kübra xanım buradadır. Kübra xanım Əliyeva. Xoş gəlib, səfa gətirib Kübra xanım da. Və sözsüz ki, Kübra xanımın da ürək sözləri olacaq. Gəlin yanıma, yaxına gəlin və Kübra xanım. Buradan təbriklərinizi ərmağan edin. Valeh, səni səmimi qəlbdən təbrik edirəm. Tortun üstə 70-i görəndə valla çaşdım. Həqiqətən çaşdım. Çünki heç inam elə bildim Valeh məndən yaşıddır. Mən elə bilirdim. Elə bilin həmişə də, nə olar? Yəni məndə də elədir. 5 dənə qalıb qəlbi çatmağa. Hələ çox var. Mən səni öpürəm, bağrıma basıram. Bundan sonra da Allah yazan ömrü can sağlığı ilə yaşa, gülər üzlə yaşa. Təşəkkürlər Kübra xanım. Bəli, istəyirəm bu məqamda Valeh Kərimovun, dəyərli sənətkarımızın ad günündə valeh edici bir səsi eşidək. Olarmı? Bəli, bu gözəl avazı, əvəzsiz avazı bizə səhər tezdən bəxş eləyəcək. Opera və balet teatrının solisti İlkin Əhmədov.
Teşekkürler. Sağ ol. İlkin Əhmədov və təbii ki, Mehriban Dostlar Ansambulu əla və mən dərhal keçid almaq istəyirəm növbəti qonağımıza, çox dəyərli aktyorumuz, Respublikanın əməkdar artisti Sabir Müəllim Məmmədov buradadır, buyursun bura. Xoş gəlib, səfa gətirmişsiniz. Buyurun Sabir Məmməd, sizi də işləyək. Şahit, mən hanım 3 manat vergənin başımın üzərində aldım. Şahit, Bir manat bəsindir. şahit, mən hanım 3 manat... Bir bəs, ta elə bir ay çatsın. Sağ ol şair, mən hanım bundan sonra ancaq sənin kitablarını oxuyacağım. Əla. Əziz dostlar, əziz tamaşaçılar, bu Bəxt Üzüyü tamaşasından bizim bir parça idi. Uzun illər Valeh müəllimlə biz bu tamaşada bir yerdə oynamışıq. Valeh müəllim, mən sizi ürəkdən təbrik edirəm. Sağ ol. Və onu demək istəyirəm ki, bir neçə kəlmə ilə bunu götürəli, sonra yadımdan çıxartayım. Sonra deyəsən vermə. Bir neçə kəlmə demək istəyirəm ki, əziz dostlar, tamaşaçılar, sənət dostlarım, Valeh Kərimov Azərbaycan Klassik Teatr Məktəbinə məxsus bir aktyordur. Eşq olsun sizə. Sağ ol. Can sağlığı. Teşekkürler Sabir Müəllim, çox sağ olun. Və Valeh Müəllim, bu səhər tezlərindən maşallah bir-birindən gözəl ifalar çıxış olunur. Həm sizə, həm bizə, həm də bizə baxan ekran vasitəsilə tamaşaçılara və bu məqamda çox dəyərli bir sənətkar gəlir. Elnara Abdullayeva. Evlerinin dalı mermer kayası Əcəb qoxur qızıl gülün butası Evlerinin dalı mermer kayası Ay dili 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 dilaver Əcəb qoxur qızıl gülün butası Ay dili 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 dilaver Mənim yarım ürkək ceyran balası Ay dili 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 dilaver Ay dili dili ay dili dili ay dili dili dilaver Ay dili dili ay dili dili dilaver Ay dili dili ay dili dili ay dili dili dilaver Ay dili dili ay dili dili dilaver Evlerinin dalı qalın meşədi Ay dili 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 dilaver Bağçaları çiçəkdi ben övşədi Ay dili 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 dilaver Ayar səndən az etməyinə peşədi Ay dili 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 dilaver Ay dili dili ay dili dili ay dili dili dilaver Ay dili dili ay dili dili dilaver Ay dili dili ay dili dili ay dili dili dilaver Ay dili dili ay dili dili dilaver
Teşekkürler Elnarə Abdullayevanın bu gözəl ifasından sonra dərhal keçid alırıq dostlarınıza, dostlarımıza və bütün tamaşaçıların sevdiyi sənətkarlar gələcək bura. Respublikan əməkdar artisti Naidə xanım Orucova buradadır və ürək sözlərini eşidəndən sonra digər sənətkarımızı dəvət edəcəyik. Hardaydın Moşer? Mən sənə dedim qal mənim yanımda. Mən sənə dedim axı mən səni duza, sirkəyə qoyacağam. Sən niyə mənim yanımda qalmadın? Öz halal irasimini niyə qoymurdun ha siz? Oy, Moşer, Rəsilçiksə mən almışdım. Az yaxşı. Mən gətirdim onu sənə hediyə. Daha burada yok, burada yok. Axı sən sevirsən, Burada bu yok. fazla olsun. Burada- Mən ona görə sənə gətirdim. Gətirim də Burada sənə. yok, burada yok. Sonra verersin. Durdan. Ha, sen həmişə qəşəngsən. Həmişə gözəl, həmişə təravətli, həmişə sevimli əziz Nahid. Sağ ol canım, sağ ol. Mən ilk qədəmlərim mən doğrudan da Sumqayıtı edirəm. Mən səni doğrudan da ürəkdən təbrik edirəm. Mən o tortun üstündə gördüm 70'i mən inanmadım. O düşmən sözüdür, inanma. İnanmıram. Mən səni bütün ailə, bütün yoldaşım, bütün nəvələrimi mən burada gördüm. Vallahi ürəyim dağa döndü. Sağ ol. Teşekkürler. Sağ ol. Çok sağ olun ve Allahverdi Yolçuyev de buradadır. Allahverdi müəllim hoş gəlib, səfa gətirib və Allahverdi müəllim də ürək sözlərini hazırda eşidirik. Təşəkkür edirəm hər birinizə. Mən bütün tamaşaçıları və burada olan qonaqları salamlayıram. Valeh müəllim gözəl insandır. Bu bir. Qayğıkeş atadır, qayğıkeş babadır, bu iki. Mən Sumqayıt teatrına gedəndə mənim qolumdan tutub səhnədə yerişi öyrədən Valeh müəllimdir. Mən Valeh müəllimə can sağlığı arzulayıram. Ailə səadəti var, biraz da çox olsun. Təbrik edirəm, can sağlığı hər birinizə. Çox sağ olun. Teşekkürler bu güzel sözlerden sonra çok güzel bir hanımı, değerli aktrisamızı burada dəvət eləmək istəyirəm. Xalidə xanım Şərifova gələcək, gənc tamaşaçılar teatrının aktrisası. Hoş gəlib, səfa gətirib və eləcə də opera və balet teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz müəllim Quliyev də buradadır. Buyursun. Xalidə xanım, buyurun. Təbrik edirəm Valeh müəllim. Sağ ol. Mən Valeh müəllimi məktəb illərindən tanıyıram. Və o vaxtdan mən sizin pərəstişkarınızam. Çox sağ ol, çox sağ ol. Sevimli şairimiz Cabir Novruzun sən elə bir vaxta rast gəldin mənə. Buyurun. Sən elə bir vaxta rast gəldin mənə. Qurumuş dağam, bulanmış suyam. Sən elə bir vaxta rast gəldin mənə, oxunmuş nəğmiyəm, çalınmış toyam. Nə gücüm çatdı ki, səndən yapışım. Nə gücüm çatdı ki, səndən qaçım mən. Nə odum oldu ki, yanam, alışam. Nə sehrim oldu ki, cavanlaşam mən. Sən elə bir vaxta rast gəldin mənə. Ömrün payız fəsli, xəzəl çağı idi. Sən elə bir vaxta rast gəldin mənə, sənin gəncliyini. Gözəl çağı idi. Nə deyə bildim ki, tutmaz sevdamız. Nə deyə bildim ki, tutar bizimki. Bizimdir səmada axan o ulduz, o uzaqda itən qatar bizimdir. Sən elə bir vaxta rast gəldin mənə, ömrün eşq badəsi içilmiş idi. Sən elə bir vaxta rast gəldin mənə, mənzilimin çoxu keçilmiş idi. Nə deyə bildim ki, ürəksən mənə. Nə deyə bildim ki, ürək deyilsən. Nə deyə bildim ki, gərəksən mənə. Nə deyə bildim ki, gərək deyilsən. Sən elə bir vaxta rast gəldin mənə. Bu necə fəsildir, necə vaxt idi. Sən elə bir vaxta rast gəldin mənə. Bu necə tale idi, necə bəxt idi. Nə deyə bildim ki, pənahsızam mən. Nə deyə bildim ki, pənah məndədir. Nə deyə bildim ki, günahsızam mən. Nə deyə bildim ki, günah məndədir. Sən elə bir vaxta rast gəldin mənə. Özüm öz halıma gülmək istədim. Sən elə bir vaxta rast gəldin mənə. Təzədən dünyaya gəlmək istədim. Sağ ol. Teşekkürler. Bu məqamda əziz tamaşaçılar hazırda balaca reklamlara keçid alırıq. Daha sonra təntənəmizə davam eləyəcəyik reklamlar.
Məqamda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Miskinini dinləyəcək alqışlarla.
mükəmməl ifa həmişə olduğu kimi və istəyirik Hafiz müəllimin ürək sözlərini eşidək. Buyurun. Valih müəllim, mən sizə uğurlar arzu edirəm. Arzu edirəm ki, tapdığınız qafiyələr uğurlarınızla üzbəüz düşsün və xoşbaxtlığınızı tapasınız. Sağ olun. Uğurlar. Sağ olun. Təşəkkürlər Hafiz müəllim. Çox sağ olun bu gözəl sözlərə görə və çox dəyərli, görkəmli sənətkarımızı bura dəvət etmək istəyirəm. Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel müəllim Qasımov buradadır. Və sözsüz ki, əməkdar artist Əjdər müəllim Həmidov da buradadır. Buyursun Əjdər müəllim Həmidov. Sağ olun. Əziz dostlar, bugün doğrudan gözəl bir günə yığışmışıq səhər-səhər. Valih bizim dostumuz, qardaşımız, gözəl sənətkarımızın bugün 70 yaşı tamam olur. Valihdə ampula məsələsi yoxdur. Balaş oynayıb, zaur oynayıb, bu hamısı dramatik rollardır, faci oynayıb və yenə deyirəm, daha moşusu ki, bütün dillər əzbərdir. Can sağlığı, uzun ömür. Mən Valih Kərimovu 1779-cu ildən tanıyıram. Neçə? 1700. 1500 olar. 1500 olar. Bax, necə var, elə də qalıb. Valih Kərimov mənim ögey qardaşımdır. Çünki o Valihlə mənə çox vaxt dəyişik salırlar. Görür, Valih müəllim, necə sizə tərsi? Valihə deyirlər, Əjdər müəllim, nə var, nə yox? Mən deyirlər, moşu gəlir, moşu gəlir. Valihə deyirlər, Qasım gəlir, Qasım gəlir. Amma demək istəyirəm ki, Valih mənim nə qardaşımdır, nə qohumumdur. Valih mənim çox yaxın və əziz dostumdur. Böyük sənətkarımızdır. Ona böyük hörmətim özünə, sənətinə, şəxsiyyətinə. Təbrik edirəm. Bir dənə Tamahkar tamaşasını dedin. Bugün hamı gəlib Valihi təbrik eləməyə, amma Valihin nətəri aktyor, nətəri rejissor və Sumqayıt tamaşaçısı tərəfindən nə qədər sevildiyini yada salaq, elə bilməyin ki, Buraxam yadından çıxıb. Tamahkar tamaşasının premyerasında, əziz tamaşaçılar, inanın, 2 saat, 3 saat ışıq keçdi teatrda. Zaldan bir nəfər ayağa qalxmadı. Və bütün tamaşaçılarımız Sumqayıt teatrında, onda biz Eska Zavodunun klubunda işləyirdik. Bir tamaşaçı yerindən tərpənmədi və sakitliyə riayət edərək gözlədilər. 2 saatdan sonra ışıq yandı. Premyera getdi. Yadındadır, yadımdan çıxmayıb. Halal olsun. Təşəkkürlər, çox sağ olun. Və bura çox gözəl, göyçək bir xanımı dəvət eləmək istəyirəm. Gözəl avazı ilə təbii ki, bir yerdə Sədaqət xanım gələcək. Buyursun. Xoş gəlib, səfa gətirmişsiniz. Buyurun. Hamı bilir ki, mən çox nadir hallarda danışıram, çox az danışıram, amma bugün danışmaya bilmərəm. Çünki hamı bilir ki, Valih müəllim bizim çox böyük sənətkarımızdır. Bunu mən deməyə ehtiyacı yoxdur. Və mən Valih müəllim başqa tərəfdən mənə çox əziz doğma insandır. Çünki mən onu uşaqlıq vaxtından tanıyıram və Valih müəllimin həyat yoldaşı Zöhrə müəllimə, mənim ingilis dili müəlliməm olub. Valih müəllim çox böyük ailə başçısıdır, çox gözəl insandır, gözəl ailəsi var. Mən buradan ailənizi də təbrik edirəm, sizi də təbrik edirəm, öz ailəmiz adından. Allahdan dilədiyiniz qədər Allah sizə ömür versin və əzizlərinizlə, ailənizlə, dostlarınızla bərabər təbrik edirəm. Çox təşəkkürlər. Sağ olun. Ay sevgilim bu yerlerde görünme, görünme.
və hazırda Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi iştirak eləyəcək burada. Buyursunlar və qeyd edim ki, Vasif Məmmədov rejissorumuzun adından iştirak eləyəcəklər. Buyursunlar. Ay, xoş gəlib, səfa gətiriblər. Maşallah olsun, bütün kollektiv, bəli, buradadır və mikrofonu təqdim eləyək. Sağ olun. Valeh müəllim, siz özünüz mikrofonu təqdim eləyin və sizi təbrik eləyəcək bu gözəl kollektivimiz. Xoş gəlib, səfa gətirdiniz və buyuraq. Sumqayıt Teatrının direktor müavini Vidadi Məmmədov. Buyurun. Əzizimiz, canımız, gözümüz Valeh müəllim. Bugünkü sənin bu təmtarağın, bu yubileyin mübarək olsun. Sağ olun. Siz o teatrla mən deyərdim yaşlısınız. Ona görə ki, teatr açılan günündən bir günə qədər siz bizim teatrımızın necə deyirlər, ağsaqqalısınız. Ondan sonra böyük sənətkarısınız. Bugünkü yubileyiniz mübarək olsun. Allah sizə uzun ömür, can sağlığı və işlərinizdə müvəffəqiyyət arzulasın. Sağ olun. Təşəkkürlər, çox sağ olun. Respublikanın əməkdar artisti Vidadi Məmmədov. Teatrın qurucusu rejissoru Vasif Məmmədov. Valeh müəllim, mən öz adımdan, teatrın kollektiv adından, teatrın rəhbərliyi adından, şəxsən İslam müəllimin adından sizə uzun ömür, can sağlığı arzulayıram və arzu edirəm ki, sizin 70 yox, 80, 90 ilinizi bax burada qeyd edək. Onu da deyim ki, nə qədər Sumqayıt teatrı var, Valeh müəllim var, nə qədər Valeh müəllim var, Sumqayıt teatrı var. Sağ olun. Təşəkkürlər. Valeh müəllim, mən sizi 70 yaşı münasibəti ilə təbrik edirəm. Sağ olun. Və bugünə qədər də sənin çalışqanlığın təbii ki, birinci növbədə mənim özümə böyük nümunədir, sonra kollektivə böyük nümunədir. Çünki insan var ki, 70 yaşında artıq paduşkasın başının altına atıb yatmaq istəyir. Amma bu keyfiyyət səndə yoxdur. Sən gecə də, gündüz də elə nəsə fikirləşirsən, nəsə eləmək istəyirsən, bu sənin ən gözəl keyfiyyətlərindən biridir. Valeh müəllim həm gözəl ailə başçısı, həm gözəl baba. Sağ olun. Yəni, xəbərli olsun ki, o həm babadır, Bəli. həm atadır, həm yaxşı dostdur, həm də yaxşı bir insandır. Gözəl bir sənətkardır. Çox tərifləmir, xahiş edirəm. Çox tərifləmir. Təşəkkürlər. Öpürəm. Çox sağ olun. Çox tərifləmir. Buyurun. Mən də Valeh müəllimi salamlayıram. Sağ olun. Sumqayıt Dram Teatrının baş rejissorun truppa üzrə köməkçisi Zöhrəli Əliyev. Bəxtiyar Vahabzadənin bir bənd şeiri var, sizə aiddirlər. Mən onu deyib yekunlaşdırmaq istəyirəm. Buyurun. Zaman bizə deyir həyata düz bax. Fikrin bu sürətdən geri qalmasın. Böyük bir şey deyil yaşca qocalmaq. Fikir qocalmasın, qəlb qocalmasın. Amin. Maşallah, Sağ ol. ruhan cavansan, sənə müvəffəqiyyət, ad günün mübarək Sağ ol. olsun. Çox sağ ol. Allah ömür versin sənə. Çox sağ olun. Minnətdaram. Təşəkkürlər. Çox sağ olun bu gözəl sözlərdən sonra təbii ki xanımlarımızın da ürək sözləri olacaq, dəyərli aktrisalarımızın. Amma gözəl bir ifa gələcək. Daha sonra xalq artisti Simarə xanım oxuyacaq bizim üçün. Simarə İmanova buyuracaq. Arzum budur yarım qara göz olsun, yarım qara göz olsun, yarım qara göz olsun. Öz əhdində peymanında düz olsun, peymanında düz olsun, peymanında düz olsun. Gülər üzlü o gözəlin qəlbində, gülər üzlü o gözəlin qəlbində. Alışmaq üçün alov olsun, köz olsun. Alışmaq üçün alov olsun, köz olsun. Halimiz bahar olsun, yaz olsun. Toyumuzda kaman olsun, kar olsun. Halimiz bahar olsun, yaz olsun. Toyumuzda kaman olsun, tar olsun. Sədaqətlə ömür sürən aşıqım. Sədaqətlə ömür sürən aşıqım. Hicranda kədər
istəyirəm ilqarımız düz olsun, ilqarımız düz olsun, ilqarımız düz olsun. Bu dünyada vəfasızlar az olsun, vəfasızlar az olsun, vəfasızlar az olsun. Eşqimdə pak qədir bilən yarımı, eşqimdə pak qədir bilən yarımı, o adəti içmək olsun, naz olsun, o adəti içmək olsun, naz olsun. Taleyimiz bahar olsun, yaz olsun, toyumuzda kemal olsun, taleyimiz bahar olsun, yaz olsun, toyumuzda kemal olsun, tar olsun. Sədaqətlə ömür sürən aşıqım. Sədaqətlə ömür sürən aşıqım. Hicranı da kədəri də az olsun, hicranı da kədəri də az olsun, hicranı da kədəri də az olsun. Qoy adəti işmək olsun, naz olsun. Dəyərli qonaqlarımızdan mən bura dəvət eləmək istəyirəm. Yavaş-yavaş, aram-aram. Musiqili teatrın baş rejissoru Yusuf müəllim buradadır. Yusuf Əkbərov, buyursun bura. Xoş gəlir, səma gətirmişsiniz Yusuf müəllim. Sabahınız xeyir olsun, buyurun. Mən indi balaca bir sirri də açmaq istərdim ki, o xoşbəxtlik sözü ki var, bəxt üzüyündə, bu xoşbəxtlik sözü Valihin öz sözüdür. Yəni bu pyesdə, materialda yox idi. Sonra biz Vaqif Səmədoğlu'yla qərara gəldik ki, bəlkə bir qafiyə yazaq xoşbəxtliyə. Sonra dedik ki, bəlkə bu ikinci hissəni də yazdıq. Valih, mən səni 70 illik münasibəti ilə təbrik edirəm. Sənə can sağlığı, uzun ömür və yeni uğurlar qazanacaq. Çox sağ ol. Təşəkkürlər. Çox sağ olun. Müşahid, icazənlə xahiş edirəm. Buyurun. Bu günləri mənim əziz doğma Sumqayıt teatrım buradadır. Bir hissəsi buradadır. Əməkdar artistimiz Ulduza xanım buradadır, Növrəstə xanım buradadır, əməkdar artistlər. Yəni bütün kollektivin bir hissəsi buradadır. Yəni məni inkişaf elətdirən, məni tanıdan bu Sumqayıt teatrıdır. Sumqayıt kollektividir. Qoy onlara həmişə can sağlığı arzulayım. Onlara bu bayram münasibəti ilə xoşbəxt günlər arzu edirəm, saadət arzu edirəm və onlara can sağlığı, necə deyirlər, qoy uğurları çox olsun. Sağ olun ki, gəlmişsiniz. Var olsunlar. Valla Valih müəllim, səhərdən o qədər tərifləyirlər ki, Sumqayıt teatrında maşallah gələn qonaqlar. Mən fikirləşirəm ki, bu 35 illik ömrümdə mən niyə ora gəlməmişəm. Çox təəssüf. Amma deyəsən bundan sonra gələcəm. Alqışlayırıq heyəti. Təşəkkürlər və Arif Quliyev və Ramiz müəllim Məmmədov buradadır. Ramiz müəllim və bu görkəmli aktyorların da ürək sözlərini eşidəcəyik. Amma Arif müəllim, amma bir gözəl musiqi nömrəsindən sonra, çünki bura gələcək Bahar xanım Lətif qızı.
bəlkə yardan xəbər var. Yolda qoyub gözümü, incidirsən özümü. Tükənib gücüm daha, hardan alım dözümü. Yolda qoyub gözümü, incidirsən özümü. Tükənib gücüm daha, hardan alım dözümü. Məhəbbətim gülə bənzər, sevən ürək səni gəzər. İnciyib küsüb məndən, dolanıb gəzir genlən. De xəbər alım kimdən, bəlkə yardan xəbər var. İnciyib küsüb məndən, dolanıb gəzir genlən. De xəbər alım kimdən, bəlkə yardan xəbər var. Ayrılıq səbrim kəsdi, daha dözmürəm bəsdi. Dinləyin bu nə səsdi, bəlkə yardan xəbər var. Ayrılıq səbrim kəsdi, daha dözmürəm bəsdi. Dinləyin bu nə səsdi, bəlkə yardan xəbər var. Yolda qoyub gözümü, incidirsən özümü. Tükənib gücüm daha, hardan alım dözümü. Yolda qoyub gözümü, incidirsən özümü. Tükənib gücüm daha, hardan alım dözümü. Məhəbbətim gülə bənzər, sevən ürək səni gəzər. İncib küsüb məndən, dolanıb gəzir genlən. De xəbər alım kimdən, bəlkə yardan xəbər var. İncib küsüb məndən, dolanıb gəzir genlən. De xəbər alım kimdən, bəlkə yardan xəbər var. Saçlarımı daradı, əsən külək yağan qar. Kimsə məni çağırdı, bəlkə yardan xəbər var. Saçlarımı daradı, əsən külək yağan qar. Kimsə məni çağırdı, bəlkə yardan xəbər var. Yolda qoyub gözümü, incidirsən özümü. Tükənib gücüm daha, hardan alım dözümü. Yolda qoyub gözümü, incidirsən özümü. Tükənib gücüm daha, hardan alım dözümü. Məhəbbətim gülə bənzər, sevən ürək səni gəzər. İncib küsüb məndən, dolanıb gəzir genlən. De xəbər alım kimdən, bəlkə yardan xəbər var. İncib küsüb məndən, dolanıb gəzir genlən. De xəbər alım kimdən, bəlkə yardan xəbər var. İncib küsüb məndən, dolanıb gəzir genlən. De xəbər alım kimdən, bəlkə yardan xəbər var. İncib küsüb məndən, dolanıb gəzir genlən. De xəbər alım kimdən. Teşekkürler. Mahnı Avropa standartlarına uyğun bitdi və ona görə heç kəs gözləmirdi. Çox sağ olun Bahar Lətif qızı və biz dərhal keçid almaq istəyirik. Xalq artisti Ramiz müəllim Məmmədov da buradadır. Ramiz müəllim buyuracaq. Xalq artistimiz Ramiz Məmmədov. Buyurun. Xoşbaxtlıq, xoşbaxtlıq, xoşbaxt. Mən başı düşmədim. Ay moşu göyəzənli. Xoşbəxtlik bu deyilmi? Elə görünür budur Ramiz. Bağışlayın, biraz sualı elə verirəm ki, o sualı görüm mən üzr istəyirəm. Deyin görək sizin neçə yaşınız tamam olur dostum? İndi mən sənin qulağıma bunu deyə bilərəm. De. Amma ki, De, millət eşidir. Yox, qulağıma deyib. Hələ 70. Mən eşitmədim. 70 saxla, 70 Allah xeyir versin. Bax, bax. 70 Allah xeyir versin. Əsli sənin indi bundan sonra təsbih ilə dostluq eləyən vaxtındır. Bir dənə sənə İranski təsbih, İrani gəlib çerez həmədani. Sağ ol, sağ ol. Vali, dostum. Çox sağ ol, çox sağ ol. Bu günləri əlbəttə sənin ünvanında çox sözlər deyilib və çox sözlər deyiləcək. Mən hamına qoşuluram. Dünyada nə qədər gözəl,
xoş sözlər var, ham sənə layiqdir. Bundan sonra qalan ki, nə qədər ömrün qalacaq, xoşbəxt anların çox olsun. Sağ olun. Bax, buna arzu Amin edirəm. deyirik. Sənə Teşekkürler. can sağlığı, can sağlığı. Çox sağ olun. Çok sağ olun. Arif müəllim siz eşidək. Valeh müəllim, doğrudan da mən bugün həddindən artıq sevinç içərisindəyim. Ona görə ki, artıq 70 yaşınız olur. Bunu yəni çox ağartmayaq deməyək, çatana deyək. Ağalam niyə ağartmayaq? 70 yaşlıdır. Çatana deyək, hər adama deməyək. Və mən özüm sizi saxlayanam, doğrudan da Çox. gördüyüm adamlara deyəcəm, görmədiklərimə başqa deməyəcəm. Vali həqiqətən bütün ömrü boyu üst tutduğu, seçdiyi, sevdiyi sənətinə o qədər sadiq olub ki, adına layiq həmişə bizi valeh eləyib. Eşq olsun. Sağ olun. Teşekkürler. Ürəkdən, eşq olsun. Və mən istəyirəm bu məqamda iki qat bir təqdimat eləmək istəyirəm. Hansı ki, musiqili teatrın gənc rejissorudur. Bunu bilirik. Eyni vaxtda Şənbə verilişimizin quruluşçu rejissoru gələcək. Çox istedadlı aktyor və çox istedadlı rejissor. Özü də gənc rejissorumuz Elməddin Dadaşov gəlir. Elməddin, xoş gəldin. Sabahın xeyir olsun. Buyur. Sabahınız xeyir olsun, sevimli kanalın sevimli izləyiciləri. Hər birinizi ayrı-ayrılıqda salamlayıram. Hər biriniz peşəkar, 141 yaşını qeyd edən milli teatrımızın dəyərli incilərisiniz. Bu münasibətlə bir daha sizi təbrik edirəm. Çünki mart ayında eyni zamanda da milli teatrımızın bayramı idi. Mən onu qeyd etmək istəyirəm ki, Valeh müəllimlə mənim ilk görüşüm 2008-ci ildə əzəmətli, dəyərli bir teatr olan musiqili teatrda baş verdi. Var olun Valeh müəllim. Mən sizi təbrik edirəm. Sizə can sağlığı və sənət uğurları arzu edirəm. Təşəkkürlər Elməddin. Çox sağ ol o gözəl sözlərə, təbriklərə görə. Bax bu məqamda dəyərli sponsorlar haqqında məlumat verməyin vaxtı gəlib çatdı. Verilişimizin baş sponsoru Natura təbii meyvə şirələridir və sözsüz ki, Naturanı böyüdən kiçiyə hamı ləzzətlə içir və sevir. Qəbələ konserv zavodunun böyük qələbəsi olan Natura təbii meyvə şirəsi sözsüz bilirsiniz, amma bir daha ərz edeyim ki, qatqısızdır və böyük çeşidlərlə süfrələrimizi bəzəyir. İçin, ləzzət alın. Digər sponsorumuz Jalə qazlı limonadlarıdır ki, qeyd edim, vitamin və mikroelementlərlə zəngin olan bax bu şirələr insan orqanizmi üçün çox faydalıdır. İçin, ağzınız dada gəlsin. Təşəkkürlər Jalə deyirik və digər sponsorumuz klinikaların klinikası olan Medical Plaza klinikasına öz təşəkkürümüzü bildiririk. Medical Plaza klinikası haqqında məlumat vermək istəyirəm ki, burada diaqnostika, cərrahiyyə, kardiyologiya, ginekologiya, lor və digər tibbi xidmətlər göstərilir və sağlamlığımızı mütləq və mütləq məhz Medical Plaza klinikasına ərmağan eləməliyik ki, sözsüz ki, tam arxayın olaq. Təşəkkürlər deyirik və bu məqamda bu gözəl güllərə, çiçəklərə görə Ağçayım Gül Salonuna təşəkkürümüzü bildirməliyik. Sifariş də eləyə bilərsiniz. Mən əlaqə telefonlarını xatırladım. Şəhər nömrələrindən 012 539 92 29 və mobil operatorlardan 050 309 92 29 telefonları ilə əlaqə saxlaya bilərsiniz və ünvanı da vurğulayın. Bakı şəhəri Hüseyin Cavid prospekti 19. Və sözsüz ki, bu gözəl torta, şirniyyata görə həmişə olduğu kimi bugün də təşəkkürümüzü bildiririk Rokko Şoka Şirniyyat evinə. Təşəkkürlər və ad günü şovumuz davam edir. Və bu məqamda mən Respublikanın əməkdar artisti, çox görkəmli sənətkarımızı dəvət edirəm. Müşabə xanım Ələskərli. Yüreğimde hasretini korudum, məhəbbətin gözlerimi nurudu. Yüreğimde hasretini korudum, məhəbbətin gözlerimi nurudu. Dualarım sevgimizi korudu, gözləyirəm gəl yanıma yar yar. Dualarım sevgimizi korudu, gözləyirəm gəl yanıma yar yar. Sağ soluma boylanıram yar yar, gözüm qalıb yollarınla yar yar. Səni hamıya qısqanıram yar yar, mən ölərəm yollarında yar
Teşekkürler. Çox sağ olun, çox Çox təşəkkür sağ edirəm. olun. Ha, bura xalq artisti Fatma xanım Mahmudovanı dəvət eləyirəm. Buyursun. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Valih müəllim, mən sizi çox istəyirəm. Sağ ol, Tək buyurun. mən yox, sizi hamı çox istəyir. Bütün sənət dostlarınız, Sağ ol. bütün tamaşaçılar sizi ürəkdən sevir. Bu sevgini siz özünüz qazanmısınız. Sizi təbrik eləyirəm və məlumunuz olsun ki, biz təxminən bir il bundan əvvəl Valih müəllimlə bir serialda çəkilmişik. Yəni Bir kəndin mən sevinci. bəli, bir kəndin sevinci. Mən çox sevinirəm ki, həqiqətən belə böyük bir sənətkarla mən Sağ ol, yəni bir serialda tərəf müqabil kimi çəkilmişəm. Çox sağ ol. Mən sizi bir də öpürəm, bağrıma Sağ ol. basıram sizə. Uzun ömür, bir də uzun ömür, can sağlığı Sağ ol, arzulayıram sağ ol. və səhnəmizdə həmişə olasınız. Sağ ol. Var olasınız. Sağ ol. Sağ ol, minnətdaram. Çox sağ ol. Buyur, buyur. Teşekkürler Fatma Hanım. Bu güzel sözlerden sonra ben istəyirəm. Valih müəllim, sözsüz ki, bəlini şirin tələbələriniz də var və biz əminik ki, onlar da elə siz getdiyiniz uğurlu yolların addımını atacaqlar. Uğurlu yollarla gedəcək tələbələr buyursunlar bura. Gəlin yerə. Tələbələri görün, nə qədər alqışlar ərmağan eləyirik, var olsunlar. Və buyursunlar. Deməli, Mikail, bu iki Gəbra Aygünsən, bu iki cavan birinci kurs tələbələrdilər. Bunlar mənə bir parodiya eləyiblər. Aha, Xahiş əla, edirəm. əla. Buyursunlar. Xoşbaxtlıq. La la lay 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 la lam. Xoşbaxtlıq. La la lay 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 la lam. Xoşbaxtlıq. La la lay 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 la lam. Xoşbaxtlıq. Bu motora yeni kim işe saldı? Axı mən konsertə hazırlaşmalıyım. Неужели это так трудно понять, а? Kiri yaz, kiri. Özün də bayıra çıxanda əyninə abırlı bir şey geyin də. Heç olmasa üstünə safət qazanatan bir şey sal. Ayıb da axı. O sənə qalmayıb. Git bu saat motoru söndür. Bəri bax. Sabahdan bəri burada qapı iti kimi olursan, burada ağaclar yanır. Motoru işə salıb ağaclara su verməyəcək ki, nə var sənin olamağına. Meşədən ay verən olmayıb. Grubiyan. Çuşka. Çoşka olanda nə olar az? Bakıdakı heykəllərin elə hamısı. Nizami də, Nəsimi də, Füzuli də, Səməd Vurğun da, elə hamısı rayonlu balalardır da na. Açılpaq bənövşə. Yaxşımı dedim ha millət? Yaxşımı dedim, yaxşımı dedim. O sənə qalmayıb. Paltar mənim, bədən də mənim. Nə istəyirəm, onu da geyinirəm, vot. Bəri bax, sən yayın cırhacırında əyninə belə baldon geyib, başdan ayağa düymələnsən də, ağzını açan kimi millətin qarşısında çılpaq qalacaqsan. Qadın var paltarlarını əli ilə çıxarır, qadın var dili ilə çıxarır. Qoy Rasim gəlsin, hər şey ona deyəcəm, gözlə. Pa! Qoymayın hə, qorxudan ürəyim getdi. Masu verin hə, üstümə İrasim gəlir. Gəl buradan az, sürüş buradan. Sənin o İrasimini o şamlar təkin yerə bastırıb, üstündən su da verməliyəm heç böyüsün. İrasimə deyəcək, buna bax. Teşekkürler. Çok sağ olun. Valih müəllim, mən elə gəlir bunların zaçota yazıldı. Aha. Bax, prorektor dedi ya bu sözü. Mənim bir tələbəmdə var ki, onunla xırda mənim diyalogum var. İcazənizlə. Əlbəttə, buyurun. Az bəriyə görüm. Bəriyə. Nədə ədalət? Bax, sənin yanında mənim bir dınqılı hörmətim var, yoxsa yoxdur? Hörmətin də var haqqında, amma Nə amma? düz iş görmürsən ədalət qardaş. Qoy boğcun, ha? Düz eləmirsən. Hə, az mən səndən ötərəlləşirəm də nə? Deyirəm özünə bir gün ağlayasan, bir firavan həyat yaşayasan bu dünyada. İstəmirəm mən bu həyatı. Qoy, pullu olmaq istəmirsən mi? İstəmirəm, pul əl çirkin. Başlaz pul əl çirkidir. Onu bilirsən kimlər uydurub? Qəpiyə güllə manata şıllaq atanlar. Əlində də çirkdən başqa işin olmayanlar. Göstərmə o pulla əl çirki deyənləri, diriyim ağzını tupikə, qalsın elə çabalaya-çabalaya. Pulsuz kişi, eşki deyil. Sən doğrudan belə fikirləşirsən ədalət? Az, mən yox, tək mən yox. Bütün ağıllı kişilər hamısı bu fikirdədir. Rəhmətli Mirzə Ələkbər Sabir 100 il bundan qabaq deyib, adam eləyən paradır, parasız adamın üzü qaradır.
Mən səni heç belə insafsız bilməzdim. Ay sağ ol. Az bir adam göz baldızına yaxşılıq eləyə. Ona insafsız, ədalətsiz demək olar. Mən səni başa düşə bilmirəm. Məhəbbətə bu qədər inanırsan? Əlbəttə Xeyr, inanıram. təkcə məhəbbətinlə qarın doymur, Mən birini öldürürəmsə, o birini dirildirəm. Canavar da öz ovunu parçalayanda elə bilir ki, ədalətli iş görür. Ay sağ ol, canavar haqlıdır da. İndiyə qədər hansı insan evladı gətirib canavara bir parça ət verib, çörək verib ki, canavar qağa, ala bunu zəhərlən, ta quzulara dəymə. Belə olanda o canavar... Ver bax, sən mənə canavar deyirsən, Yox, mən elə söz demədim. Deməli mən Gəncəli balası ədalət, sənin yerinə canavaram, Ədalət, vallah mən elə söz demədim. Heç eybi yoxdur, sana canavarımı Ədalət, sən məni səhv başa O qağıya da göstərəcəm. Ədalət, Rədd ol buradan, bitir buradan. Buna bax, canavar da olduq bundan ötəri. Eybi yox, qoy mən canavar olum, sizdən nupa qədi. Teşekkürler. Mükemmel ve Aygün, Zəki və Leyla. var olsunlar değerli tələbələrimiz və dərhal da elə keçid alırıq. Gözəl bir musiqini ərmağan eləyəcək bizlərə yenə Mehriban Dostlar ansamblı. Buyursunlar. Teşekkürler. Çok sağ olun ve əziz tamaşaçılar hazırda balaca reklamlara keçid alırıq. Daha sonra təntənəmizə davam eləyəcəyik reklamlar. Bu məqamda istəyirəm gözəl bir ifa gəlsin və bu gözəl ifanı bizə bəxş eləyəcək Təranə xanım Mahmudova, buyursun.
Yağışda yağır hele bu sensiz küçelere dözürəm bile sensiz açan səhərə yarpaqlar bu çöldəyir güləyin nəfəsindən ürəyim sızıldayır bu gecənin səsindən darıxdım, darıxıram yenə sənsiz bu axşam bu sənli dünyada sənsiz qalmışam darıxdım, darıxıram yenə sənsiz bu axşam bu sənli dünyada sənsiz qalmışam Yadıma düşür yine bizim son görüşümüz sevirem dedim sana şahit oldum gecemiz dünyanın kucağında geceler çalardı sevginin ocağında mehabbet ucalardı darıxdım, darıxıram yenə sənsiz bu axşam bu sənli dünyada sənsiz qalmışam darıxdım, darıxıram yenə sənsiz bu axşam bu sənli dünyada sənsiz qalmışam Darıxdım, darıxıram yenə sənsiz bu axşam bu sənli dünyada sənsiz qalmışam darıxdım, darıxıram yenə sənsiz bu axşam bu sənli dünyada sənsiz qalmışam sensiz kalmışam sensiz kalmışam sensiz Təşəkkürlər Təranə xanım. Çox sağ olun bu gözəl ifaya görə. Respublikan əməkdar artisti Növrəstə xanım buyursun. Özürə sözlərini ərmağan eləsin. Buyurun. Valehi ürəkdən təbrik edirəm. Mən ona minnətdaram. Ona can sağlığı, uzun ömür arzulayıram. Qoy ürəyinin gözəlliyini duyan insanlar bax beləcə həmişə ətrafında olsun. Sağ ol. Gülüş simasında əskik olmasın. Sağ ol. Sənə can sağlığı bir daha. Qoy könlün Allahsız, dilin duasız.
qulaqların azansız olmasın. Qoy süfrən bərəkətli, qazancın halal. Bax günlərin bax beləcə saadət dolu olsun. Sağ ol, sağ ol. Əla. Qəşəng və Ulca xanım, buyurun. Respublikanın əməkdar artisti. Mən xoşbəxtəm ki, sizin kimi şəxsiyyətlə bir teatrda işləyirəm. Sağ ol, sağ ol. Və sizin mənə ehtiyacınız olub, mənim sizə ehtiyacım olub. Sağ ol. Valeh müəllim, gül özü açılar, özü də solar. Yay da əzizliyər, oxşayar onu. Elə ki, o güldə bir nöqsan olar. Ona dəyişməzlər alaq otunu. Acı istiyotdan, pisdir acı bal. Zəhərli zambaqdan, yaxşıdır qanqal. Həqiqətən siz böyük artistsiniz. Sağ ol. Qüsursuz, nöqsansız artistsiniz. Sağ ol. Böyük şəxsiyyətsiniz. Sağ olun. Sizi bu gününüz, xoşbəxt gününüz münasibətilə Minnətlər. ürəkdən təbrik edirəm. Çox sağ olun, çox sağ ol, çox sağ ol. Mən də Valeh müəllim ürəkdən təbrik edirəm. Sağ ol. Yəni bura gəlməyən aktyorların adından təbrik edirəm Valeh müəllim sizi. Sağ Sizə ol. can sağlığı, uzun ömür arzulayıram və təbii ki, teatra gələn yeni gənclərin sayı artmaqdadır və bu gənclər sizlərdən çox örnək götürməlidirlər və çalışırlar da örnək götürsünlər və yeni gələn gənclərə də teatrı sevməyi və sizin kimi layiqincə ona xidmət eləməyi arzulayıram. Sağ ol. Təbrik edirəm. Sağ ol. Çox sağ olsunlar bütün təbrik eləyənlər. Təbii ki, bizi ekran vasitəsilə izləyən tamaşaçılarımız da Valeh müəllim bu təbriklərin hamısına qoşulurlar canı dildən və həmişə də canı dildən, gözəl avazla ifa eləyən Elariz Məmmədoğlu olub bu gün də elə burada olacaq. Ayrıldık, yanıldık, yeniden kavuştuk. Anladık, yanlışlık yapmışız, barıştık. Yeniden hayata kayıttık, yeniden sevgiye karıştık. Barıştık, barıştık, barıştık. Ceylan canım ceylan, olmuşam sana heyran. Sensiz canım hele yalan, oy canım ceylan. Sevgili canım, canım olsun sana feda. Vermem seni ya da değmesin canım gada, oy canım ceylan. Yalvardık yüzümüz gübüneye, ağladık ayrılık olmasın ehtimal. Anladık, yeniden hayata kayıttık, yeniden sevgiye karıştık. Barıştık, barıştık, barıştık. Ceylanım canım ceylan, olmuşam sana heyran. Sensiz canım hele yalan, oy canım ceylan. Sevgili canım, canım olsun sana feda. Vermem seni ya da değmesin canım o kadar, oy canım ceylan.
Teşekkürler. Və bayaqdan Valeh müəllim bir çox təbriklər ünvanlanıb sizə və bu təbriklərin hamısı söz şəklinə, yəni deyirəm, musiqi deyil, rədifə düşməyib. İndi rədifə düşən sözlər olacaq və bunu da Ağa Mirzə və Valeh qardaşımız təbrik eləyəcək. Təbriklər. Mənim sözümə bu günləri maraq var. Məndə görüm nə cür nə bir soraq var. Bu ad günümdə nə qədər qonaq var. İnsana diqqət belə olsun gərək. İnsana diqqət belə olsun gərək. İnsana diqqət belə olsun gərək. Bu ad günümdə nə qədər qonaq var. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Sənətə sənətkar eləyir xidməti. Yaxşı sənətkar qazanır hörməti. Valeh müəllim valeh edib milləti. Doğrusu şöhrət belə olsun gərək. Doğrusu şöhrət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Qardaşımızı gör necə səsləyirlər. Hörmətini nə cür nə bəsləyirlər. Görmüşünü nə cür nə istəyirlər. Sevgi məhəbbət belə olsun gərək. Sevgi məhəbbət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Moşya baxanlar deyir ki halaldır. Kim ki baxıb kinoya ibrət aldı. Kim ki baxıb kinoya ibrət aldı. Bizdən böyük səhnəyə xatirə qaldı. Moşya baxanlar hamı ibrət aldı. Bir dənə rolla belə yadda qaldı. Bax əsli sənət belə olsun gərək. Bax əsli sənət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Dostumuzun görək bu cür şad günün. Həmişə görək həyatda azad günün. Sənətkarımızın edirlər ad günün. Hər tele şirkət belə olsun gərək. Hər tele şirkət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Seda istəyirdi olan Moşuya yar. Moşu da göstərib həqiqi etibar. Dedi ki ay qadın sənin öz ərin var. Kişi kimi söhbət belə olsun gərək. Kişi kimi söhbət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Bülbül gezib tapmalıdır kəmənni. Görək ustadın sağlam bədənni. Valeh müəllim nə cür sevir vətənni. Hamında qeyrət belə olsun gərək. Hamında qeyrət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Bu ad günümdə nə qədər qonaq var. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Valeh müəllim siz sənət ustadısız. Səhnəmizin ləzzəti siz dadısız. Sumqayıt teatrının adısız. Sənətə xidmət belə olsun gərək. Sənətə xidmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Valeh müəllim bizlə mehribanıdır. Elə oğula canım da qurbanıdır. Gözəl sənətkar, gözəl insanıdır. Əsli şəxsiyyət belə olsun gərək. Əsli şəxsiyyət belə olsun gərək. İnsana hörmət 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 belə olsun gərək. Moşudur həmi sənhədə ləzzətdir bu. Həmi gülməli, həmi ibrətdir bu. Həm Gəncəli balası ədalətdir bu. Ay həzi ədalət belə olsun gərək. Ay həzi ədalət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Meyxananı deyən sənətkar olsun. Sənətkara hamı tərəfdar olsun. Sumqayıt teatrımız var olsun. Süzümdə heyyət belə olsun gərək. Süzümdə heyyət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət. İncə sənətin dəyərin görürsüz. Hər günün hər xoş səhərin görürsüz. Əziyyət üzüm bəhərin görürsün. Gəlsin əziyyət belə olsun gərək.
Hər məsələnin bu cür nə həlli gəlsin. O 70-in üstünə 50 gəlsin. Süzdə də niyyət belə olsun gərək. Süzdə də niyyət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Ləzzət ilə biz yaşayaq ad yaşı. İftixardır millətə ustad yaşı. Gün olsun ki qeyd edək 80 yaşı. Onda vəziyyət belə olsun gərək. Onda vəziyyət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Bu ağa Mirzə gör necə meydan deyir. Onun adına bu cür dastan deyir. Qardaşımız tapandı imkan deyir. Kim ne deyir Valeh canım can deyir. Kim ne deyir Valeh məlim can deyir. Adamda xasiyyət belə olsun gərək. Adamda xasiyyət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Valeh müəllim deməz sözüm yalandı. Hamı ona baxıb ləzzət alandı. Rollarının çoxsu yadda qalandı. Səhnədə zəhmət belə olsun gərək. Səhnədə zəhmət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Valeh məlim özü də aman zamandı. Dediklərim düyün hansı yalandı. Bu dostların gör necə mehribandı. Əslində millət belə olsun gərək. Hər yanda millət belə olsun gərək. İnsana hörmət belə olsun gərək. Valeh müəllim, Allah sizə can sağlığı. Sağ ol. Sağ ol. Mən dediyimin Allah üstündəyəm. sağ ol. Allah sizi var eləsin kollektivinizlə Sağ ol. bir yerdə. Dostlar. Çok Sağ ol. sağ olun. Sağ ol. Çok sağ olun. Sağ ol. Bizim Space teleşirketi de var olsun. Eşq olsun. Teşekkürler ve tentenemiz devam ediyor. Alkışlarla yine Nüşabə xanım ifa edecek. Buyurun. Pıçıldayan o sesleri dodağından yüreğime. Sen ki benim varlığımsa varlığım benim kime. Pıçıldayan o sesleri dodağından yüreğime. Sen ki benim varlığımsa Sevdalıyam, deli gibi sevdalıyam, sevdalıyam.
sonra səbəbkara daha gürültülü alqışlar nəsr edirik. 70 yaşınız mübarək və sənətkardan ürək sözləri gələcək tamaşaçılara. Buyurun Mikail, əvvəla sən böyük zəhmət çəkin, əziyyət çəkin. Bu boyda kollektivi birləşdirib, bir-birinin ardınca hər şey həll edilmək qasan məsələ deyil. Çünki kənardan baxan hər şey asal görünür. Amma burada o çətinliyi görünür. Və mən yenə də Azərbaycan xalqını, bütün tamaşaçılarımızı salamlayıram, ürəkdən onlara can sağlığı arzu edirəm. Bayramları mübarək olsun. Bu günlər biz bayram içərisindəyik. Hələ bayramımız tamam qutarmayıb. Çünki bizdə neçə gün bayram davam edir. Kaş elə bayramlar həmişə olsun. Mən Space kanalının bütün işçilərinə başda Vaqif müəllim olmağına. Çünki sənətin qədrini bilən sənətkardır, rejissordur. O bilir ki, aktyor nədir, onun adını keçirmək nədir. Yəni, bunların qiymətini o hamdan yaxşı, diqqətli bilir. Mən bütün əziyyət çəkənlər, rejissorlara, operatorlarımıza, gözə görünməyən işçilərimizə, əziyyət çəkən işıqçılarımıza, rekvizitçilərimizə, hamısına həyatdan çıxanların hamısını ürəkdən mən sağ ol deyirəm. Sumqayıt Teatrının kollektivinə hamısına sağ ol deyirəm. Bütün Azərbaycan tamaşaçılarına bir daha xoşvaxtlıq. Təşəkkürlər, çox sağ olun və təbii ki, bizim bu təntənəli şənbə verilişindən dərhal sonra 3 bacı serialını izləməyi qətiyyən unutmayın və mən Mikail Güləzdinoğlu ənənəmə həmişə sadiq qalmışam, elə bu şənbədə sadiq qalacam və deyirəm əziz tamaşaçılar, həmişə bizimlə qalın, hələlik!